Son dövrlərdə regionda baş verən hadisələr fonunda Azərbaycan İrana göstərdiyi qonşuluq münasibəti ilə diqqət mərkəzindədir. İranla münasibətlərdə son illərdə yaşanan müəyyən diplomatik soyuqluğa baxmayaraq, müharibənin ilk günlərində Prezident İlham Əliyev İranlı həmkarı Məsud Pezeşkiyana başsağlığı məktubu göndərib. Həmçinin ölkə başçısı Tehranın Azərbaycandakı səfirliyinə baş çəkərək orada İran dövlətinə bir daha başsağlığı verib. İrana ilk humanitar dəstəyi də məhz rəsmi Bakı göstərib. Göndərilən yardım karvanları Bakının səmimi qonşuluq modelini nümayiş etdirib. Bununla rəsmi Bakı həm də sübut etdi ki, humanitar şəraitin həssas dönəmlərində dövlətlər arasında olan fikir ayrılıqları kənara qoyulmalıdır. Hətta Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan öz ərazisini digər ölkələrin humanitar yardımlarının İrana çatdırılması üçün açıq elan etməsi ölkəmizin göstərdiyi humanist yanaşmanın ən böyük sübutudur. Məhz bu siyasətin sayəsində mart ayında Rusiyada Azərbaycan ərazisindən İrana 3 dəfə humanitar yardım göndərib. Ekspertlər bildirirlər ki, hazırda İran üçün ən etibarlı sərhədlərdən biri Azərbaycanla olan sərhəddir. Azərbaycan istənilən problemin, istənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsinin və beynəlxalq hüququn norm və prinsipləri əsasında öz həllini tapmasının tərəfdarı olaraq çıxış eləyib daim olaraq. Və təbii ki, xüsusən də qonşuluqda olan ölkələrin bu və digər şəkildə hansısa münaqişələrdə iştirakı dolayısıyla Azərbaycana da təsir edir. Və ona görə də Azərbaycanın bu cür münaqişələrdə dialoqun vacibliyi ilə bağlı ortaya qoyduğu mövqe kifayət qədər təqdirə layiq və başa düşüləndir. Azərbaycanın bu müharibə dövründə İrana olan humanitar yardımları, Azərbaycanın İranın ali dini liderinin ölümündən sonra belə deyək, başsağlığı verən tək-tük dövlətlərdən olması və İran səfirliyinə edərək bir daha başsağlığını ifadə edən ölkə olması da əslində Azərbaycanın sülhə və problemlərin belə deyək, qarşılıqlı şəkildə zərbələr endirilməsi, müharibə ilə yox, danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu faktiki olaraq ortaya qoyur. Azərbaycan bugün əlindən gələn bu istiqamətdə belə deyək, diplomatik fəaliyyəti həyata keçirir və bundan sonra da təbii ki, bu istiqamətdə diplomatik fəaliyyəti həyata keçirməyə davam eləyəcək. Azərbaycanın nümayiş elətdirdiyi qonşuluq əlaqələrinə baxmayaraq, bəzi şəxslər Bakı-Tehran əlaqələrinə xələl gətirməyə çalışırlar. Xüsusilə İranın Ermənistandakı keçmiş səfiri Sübhani və İranlı ekspert Ehsan Muvahhidyan kimi şəxslər. Bununla belə onların cəhdləri uğursuzluğa düçar olur. Üstəlik, nəzərə almaq lazımdır ki, özünü hər zaman İranın dostu və strateji müttəfiqi adlandıran Ermənistan dırnaqarası səmiyyətini bugün də nümayiş etdirir. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın ölkəsinin İrana yardım göndərildiyini desə də, bunu gizli saxlamağa çalışması əslində bir dövlətin siyasi iradəsinin zəifliyindən və beynəlxalq mərkəzlərdən asılı olmağından xəbər verir. Üstəlik, Baş nazir Paşinyan və Ermənistanın prezidentinin Xameneyinin ölümünə görə başsağlığı verməməsi də bir daha sübut edir ki, İrəvan-Tehran münasibətləri səmimi deyil. Ekspertlər hesab edirlər ki, baş verən hadisələr region ölkələri üçün münasibətlərin yenidən qiymətləndirilməsi baxımından mühüm siqnal rolunu oynayır. Eyni zamanda İran daxilində Azərbaycanla əlaqələrə mənfi təsir göstərməyə çalışan qüvvələrində bu prosesdən nəticə çıxaracağı gözlənilir. Faktiki olaraq bu günləri müharibə Azərbaycanın sərhədlərinə qədər gəlib çatıb və Azərbaycan da bu məsələyə münasibətdə İranın bizə qarşı mövqeyinin nə olmasından asılı olmayaraq, İranın 30 il ərzində ərazilərimizin işğal altında olduğu dövrdə Ermənistanı necə dəstəkləməsindən, hansı addımlar atmasından, müharibənin bitməsindən sonraki mövqeyindən, o cümlədən də nəqliyyat və kommunikasiya dəhlizləri ilə bağlı mövqeyindən asılı olmayaraq hər zaman belə deyək, münaqişənin dinc yolla həll olunmasının vacibliyini ortaya qoyan ölkə olubdur. Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı bir hərbi əməliyyatlara imkan verməyəcək və
öz hava məkanını da bu cür hərbi əməliyyatlar üçün açmayacaq. Bu gün də Azərbaycan İranın müharibə zonasına çevrilməsini istəmir. Uzun illər özünü İranın dostu kimi təqdim edən dövlətlərin səssiz qaldığı bir dövrdə ilk addımın Azərbaycandan gəlməsi dostlar gündə tanınar və tarix ən böyük hakimdir fikirlərinin bariz sübutudur. Bu sadəcə bir humanitar dəstək deyil, həm də illərdir Azərbaycana qarşı kampaniyaya verilən ən tutarlı cavabdır. Böhran zamanı daha güclü, etibarlı, sadiq dost və qonşu kimi Azərbaycan ön plana çıxdı.